Şirin. Şirin. Resim belgesini turşu alır. Şirin. Bu necə verir? Bunu atarsın. Hadi bu dondurulmuş meyveler ve terevizler. Onlardır. Burada heyvamız var bizim. Bu da yerli heyvan. Bəli, bu dəvətçi növüdür, nar armudu deyirlər. Bunlar. Bəli, bəli. Yalançılar nar armududur. Bu ise heyvan. Bunu armutdur. Heyvan okuyuz. Nar armududur. Bu da dondurulmuş meyve ve terevizler de var. Bu çiğleydi. Bu mangonun dilimlenmişidir. Mangolardır. Bu nedir? Bunu soruştum. Bunların şirketi dünyada yeganə şirkettir ki, kosmik stansiyalarda kosmonavtlar için qidalar, yəni belə bal hazırlayıb göndərir. Kosmonavtların Rusiya Federasiyasının dost dövlət standartı əsasında istehsal olunur, yüksək keyfiyyətlidir və Başqırtistanda ən məşhur şirkətdir. Və burada yağ süd yağı əvəz edicisi kimi əlavələr, müxtəlif süni əlavələr yoxdur. Götürür o zaman böyle geçin. Golden alma. Sulu şirin olur bunlar. Bəli. Hava olsun. Bəli, bu konferansa yaxındır. Bu biraz ama abad olaraq keçir. Düşes fasonu. Çok sulu olur şirin orada. Dostlar salam, hər vaxtınız xeyir olsun. Bu günlər Bakıda keçirilən kənd təsərrüfatı və qida sərgisindəyəm. Stendlər gəzəcəm, sizlər üçün məhsulları haqqında məlumat alıb sizlərə məlumat verəcəm. Video keçməzdən əvvəl videonu bəyənin, şərhlərdə öz fikirlərinizi bildirin və kanalıma abunə olun. Keçək videoya. Dostlar gördüğünüz bura az badamın vardı. Burada dənələnməşi var badamın, bir də qabıqlısı var. Hə, fındıq ixracından. Fındıqlar əsasən Avropaya ixrac olunur. Almaniya, Belgiya, İsveçrə, Fransa və bu gördüyünüz bu məhsullarda bizim fındıqlardan istehsal olunur və istifadə olunur. Onun istehsalı xaricdədir, Avropa ölkələrində istehsal edirlər. Bu Ferrero-dur. Ferrero. Yəni onlar bizim Azərbaycandan aldıqları fındıqdan istifadə edirlər öz istehsalında. Öz istehsallarında. Yəni bunu nümunə kimi qoymusunuz ki, bu şokoladlar Azərbaycan. Bəli, bu məhsullarda Lindt, Ferrero, Merci və sair və yəni bundan kifayətlənir. Həmçinin Ferrero-nun digər brendlərində Stork'un By the way, you can istifadə olunur. Bu da ki onu yedirmişdir. hazelnut milk. Fındıq əzməsidir. Fındıq əzməsidir. Bu harda yerləşir bir də hansı rayonda? Bu Zaqatala. Zaqatalda yerləşir. Aha. Çox sağ olun. Sağ olun. Burada məsəl üçün Azərbaycan yerli istehsalı olan almalar da var. Dış təmsilçisi Elnur bəy var. Bu haqqında bizə geniş məlumat verir. Məsələn, bizdə hal-hazırda bağlarımızda bizim Azərbaycanda 6 bağımız var. Toplamda 600 hektardır bağlarımız və bu məhsullar hamısı bizim bağlarda yetişdirilir. Bu gördüyünüz məhsul konferans məhsuludur. Avropada məşhur bir növdür. Bu növü biz şəxsən özümüz Azərbaycanda yetişdiririk. Yerli konferans dedik biz. Bu bizim yerli konferansımızdır. Eyni zamanda red farellərdir. Red farel də yenə də bizdə patentli bir məhsuldur. Həm konferans, həm red farel. Hamısı bizdə yetişdirilir. Bəli, hamısı bizdə yetişdirilir. Bizim öz məhsulumuzdur. Daha çox gözəl olur onlar. Bəli, red farellər daha belə sulu olur, daha şirin olur. Red farellərimiz. Bunlar da eyni qaydadadır. Abaddır. Bu da abad növüdür. Bu ayrı sort. Bəli, bu konferansa yaxındır. Bu biraz amma abad olaraq keçir. Düşes fasonu. Çox sulu olur şirin orada. Bu yerli sortdur da desəm. Bəli, abad yerli sort. Onlar ikisi Avropadan gətirilir, xüsusi olaraq tinclər şəklində gətirilir. Yerli şəraitdə yetişir. Nektarinlərdir. Bu zaten nektarin demək olar ki, Azərbaycanın Şəmkirdən üzü bu tərəfə hər yerdə yetişdirilir. Çox gözəl, ətli, həqiqətən də keyfiyyətlidir. Bunlar hamısı yəni həm yerli bazarda satılır, həm də xarici bazarlarda satılır. Bu meşə gözəlidir bizdə. Bu da yerli brendi meşə gözəl. Bəli, meşə. Görürsünüz qırmızı, aryana, güzel. Bir tərəfi qırmızı olur və uzun formalı olur. Meşə gözəl. Gilaslar vardı orada gözəl. O birisi tərəfdə var. Gilaslarımız da var, onları göstərəcəyik. Gilaslar da bir kimi sizə
ağaclarımız bu şekilde. Burada yine bize primercan olarak keçir, bilgi olarak keçir. Yani bunun da bir neçə növü var ki, hansı ki bizim bağımızda yetiştirir. Yani bu da bəli, özümüzün Şabran bağındayız. Şabran və Quba ərazisində yerləşir bağlar. Bizim Şabranda, Şamaxıda, Qubada, Hüsarda və Xaçmaz zonasında bizim bağlarımız vardır. Gilasımız xüsusi olaraq qayısı və gilas, bir də əncir. Bunlar Şamaxıda yetişdirilir, bağda yetişdirilir. Bunlar da çox ləzzətli olur, yəni bunu məhz xüsusi şimal bölgəsində xoşlayır. Bu almalardır, rozgulovlar var, qalonov var o tərəfdə, bunlar gransimitlərdir. Yəni də eyni qayda, biraz düşməzə olurlar bunlar. İnklədi də deyirlər də, deyirsən. İnklədi. Gözəl olmalı. Bu qarşı tərəfdə də var sizdə? Qarşı tərəfdə də var. Oranı da göstərək. Bunlar stornarit gedir, bu Avropa növüdür, bu rozgulovdur, bunlar da qalır. Bunlar yox, bu tərəfi qalır. Çox gözəl. Qala alma seçmə. Fransadan gəlir. Fransız sortudur. Amma Azərbaycanda Yetişdirilir, yetişdirilir. bu desəm palmetlərin golden. Onu götürür böyük qəşəng. Golden alma. Sulu şirin olur bunlar. Bəli. Hava olsun. Bu gözəl məhsullar yetişdirilir öz şirkətlərimiz. Ramsuyu şirkəti yəni ki, bu gözəl məhsullar yetişdirilir. Ən əsası yerli istehsal. Bəli, yerli istehsal. Yerli. Burada isə güllərdir. Zəfər bağları, xoşbəxtlik üçün. Gül var. Bu məsəl üçün nə gülüdür bunlar? Bu nə gülü gedir? Bu görürsünüz insanlar da gözəl şəkil çəkdirir. Azrozanı. Burada bunlar nə sortlardır müəllim? Bio? Qəbələnin yeni layihəsidir. Aha. Yeni layihəsi növbəti ildən satışa Bu özümüzün brendidir də, bir Qəbələnin brendi gedir də, yoxsa layihəsi? Yox, layihə Qəbələ layihəsi. Hə. Qarşıgüldə, belə də yeni başlayıblar. Hamısı bir qızılgül çeşidlər. Hamısı qızılgüllərdir. Sadəcə bir dənə bu piyonlar. Piyonanıdır. Bunlar da bəs? Eyni. Onlar da eyni qızılgüldür. Sadəcə növlər fərqlidir, rənglər fərqlidir. Aha. Bunlar nə vaxt əsasən yetişir? İl boyu olur da bu. İl boyu olur həmin şurada. Şəraitdə yetişdirilir. Belə dostlar, yəni ki, yerli Qəbələnin gülləridir bunlar. Azrozun gülləri, Qəbələ gülləridir yerli. Buzu görürsünüz, gözəl güllərdir. Burada da Astara çayın stendidir. Astara çayın stendi. Bir maraqlı. Bu çay haqqında məlumat verə bilərsiniz, bu ekstra premium. Astara Lənkəran zonasında yetişdirilir, qablaşdırılır və bu Azərbaycan məhsuludur. Azərbaycan məhsulu. Bunlar satışda yoxdur, yoxsa var olur? Satışda var. Bunlar hardan ala bilərlər belə? Astara çayının öz dükanı var. Bravo marketlərdən ala bilərsiniz, Rahat, Araz, yəni Walmart. Amma öz belə mağazası yoxdur da, özünün. Yəni regionda var, Astara rayonunda, Bakıda yox. Amma belə Bravo marketlərdən, rahatlardan almaq olar. Premium çaylar. Bunlardakı Ədviyyatlı çaylar var, Asiya ədviyyatlıdır. Məsələn, kəklik köpüğü var, zəncəfil, mütləq, zəfəran. qara çay, çəkik odlu çaydır. Bunlar da eyni o çaylardan yoxsa? Bəli, bəli. Ədviyyatlı çaylar. Hədiyyəli qablaşdırmada var deyəsən. Hədiyyəli qablaşdırma. Bunlar da hədiyyəli qablaşdırmalar. Dəmir qablaşdırma var, bəli. hədiyyəli qablaşdırmalar, bu cür Astara çay. Yani Rusya'da bu şirket. Bu şirket Başkırdistan Rusya Muhtar Respublikası, Rusya Federasiyasının Başkırdistan Muhtar Respublikası ərazisində istehsal olunan məhsullardır. Kaplaştırılmış sütdür. Это полностью произведено по ГОСТу из цельного коровьего молока. Башкирия занимает 3-е место по поголовью крупнорогатого скота. У нас очень много молока, молочной продукции. У нас высокое количество
И у нас вся продукция сертифицирована халяль. Halal məhsul. Rusiya Federasiyasının GOST dövlət standartı əsasında istehsal olunur, yüksək keyfiyyətlidir və Başqırtistanda ən Без məşhur заменителей şirkətlərdən. молочного жира. Она Və burada yağ süd yağı əvəz edicisi kimi əlavələr, müxtəlif süni əlavələr yoxdur. Sadə ancaq təbii süddən olan südün hazırlanmış qatı süddür. Qatı süddən hazırlanır. Onda здесь вареные тоже, да? Вареные. Pişirilmiş qatı südü var, qarğıdalı, kukuruzla şəkərli qarğıdalı konservi, yaşıl qaroq konservi və mal əti tuşonkası, mal əti konservi də var. Azərbaycanda o çox maraqlı məhsullar var. Rusiya. Bizə gətirmək Вы можете информацию что вообще как интервью, а я буду перевести на азербайджанский язык для местных зрителей. Мед липовый, вот тут чокча balı belə gözəl qablaşdırmalı. Факт из нашей истории, то, что мы отправляем в космос уже 23 года. Для космонавтов. Для космонавтов, да, мы единственная компания в мире, которая отправляет на международную космическую станцию. Xanım deyil, onların şirkəti dünyada yeganə şirkətdir ki, kosmik stansiyalarda kosmonavtlar üçün qidalar, yəni belə bal hazırlayıb göndərir. Kosmonavtların bu qidasıdır. Kosmonavtlar bundan yeyir uşaqlar. Tək bundan yox, bu şirkətin məhsullarından. Bu hədiyyəlik qabı. Bu da pодарочный Это pодарочный nabor. Mед lipovый. Çökə balıdır Başqırtıstan ərazisinin, yəni Rusiya Federasiyasının Başqırtıstan Muxtar Vilayət Именно липово-цветочные отправляем. Только тюбики алюминиевые, а здесь у нас пластиковые тюбики. Который kosmonavt использует, это alüminyum tübüklər. Алюминиевые. Yəni deyir ki, kosmonavtlar üçün hazırlayıb göndərdikləri çökə balı alüminyum qablaşdırmada var, amma bu hədiyyəli qablaşdırmada bu da alüminyum deyil, yəni plastik belə plastik materiallar. Özür məhsullar da var, balaca qabda olan. Бренд Башкирии лесной мед. Yəni çökə balı çox xeyirlidir bilirsiniz. Başqırtistanın çökə balının simvoludur belə deyək. Sotomu, bu pətəklər birlikdə, pətəklər belə qablaşdırması var. Pətəklər birlikdə. Biz Sasnovuk şirkətdə şam ağacı qozaları Bu maraqlı məhsuldur. Şam ağacının qozaları da balın içində. Burada yığılıbdır, şam ağacının qozaları da balın içində. Цветочный мед внутри Sasnovuk şirkəti. Да, да. Bu çiçək balı içində də şam ağacının qozaları kiçik qoyulur. Bildiyimiz kimi şam ağacı qozaları o tənəffüs yolları üçün çox faydalıdır. Bəli. Miyaz lipovidir. Hamısını göstərirdim. Вот наш город Уфа, монумент дружбы. Это у нас Салават Юлаев, наш герой. Salavat Vilayet Герой Башкортостана. Başqırtistanın milli qəhrəmanıdır. Bu da Başqırtistanda abidədir, tarixi abidədir, onu əks etdirir. Miyaz здесь цветочный или Цветочный и гречишный. bu da çiçək balı və greçka, yəni qarabaşaq balı. А это у нас маточный молочко. Arı südü, tərkibində arı südü olan baldır. Təbii o üçün polizlər Да, для здоровья, для иммунитета, для мужского здоровья. həm ümumiyyətlə insan sağlamlığı üçün çox faydalıdır. Əsasən də kişilərin sağlamlığı üçün Kişilərin sağlamlığı. əvəz olunmaz. Super. Allah. Для фермеров семена оригинальные тezgin. Çox maraqlıdır. Bu şirkətlər toxum şirkətidir. Ona şirkətlər üçün, fermerlər üçün gemosuz orijinal toxumlar satırlar. Orijinal toxumlar da şirkətlər üçün Təmiz, keyfiyyətli toxumlar satırlar. Ki uşaqlar, vodkalardır. Ufa, Başqırtistan vodkalardır bunlar. Rasiski vodkalardır. Məsəl üçün burada beləsi də var. Çiyələkli vodka. Çiyələkli cin spirtitski növüdür də yəni. Çiyələkli vodka. Çiyələkli vodka var. Sonra burada da ki böyle maraqlı vodkalardır. Okay.
English? Yes. English. Oh. English. Ага. Burada da maraqlı bir. Подскажешь что-то? Здравствуйте. Это интересно, вот эти системы. Вы можете информацию, чтобы мы из YouTube канала снимаем видео? Да, конечно. Что вам рассказать? Это система автопилотирования. Общая информация. Автопилот устанавливается на трактор, на комбайный опрыскиватель. Соответственно, есть два решения: электрический автопилот и гидравлический автопилот. Зависит от того, типа трактора, какой у вас есть. Электрический автопилот подходит на 90% тракторов. Соответственно, работает самостоятельно, встраиваем по траекторию, точность до 2,5 сантиметров. Также у нас есть система управления опрыскивателем для того, чтобы не было переливов, соответственно, по тем зонам, где он уже прошел, не было переносной даже отвести, более качественно было опрыскивать. И также есть система управления сеялкой. Включается через изобаз. Здесь можно до 24 крючковой сеялки включать. И, соответственно, при наезде на посеянную территорию будут автоматически включаться сушники, те, где уже было посеяно. Система ирригации. Система ирригации, да, чтобы? Не ирригация, это сеялка включается, 24-катковая сеялка. И когда, например, вы по посеяну проезжаете либо на развороте и заезжаете одним-двумя сушниками на посеян, она выключает. Либо оставляете лампочку ее под опрыскивателем. Avtopilot rejimində bu kənd təsərrüfatı texnikalarını quraşdırılır. Əkin prosesində. Наши новые продукты — это роботы для опрыскивания садов, для цитрусовых садов, для виноградников, для теплиц и роботы-газонокосильщики. Также могут использоваться в садах, соответственно, либо на придорожных условиях, либо где это необходимо, соответственно. Bu robotlar, kənd təsərrüfatı robotlardan müxtəlif sahələrdə istifadə olunur. Belə dərman falan sətməkdə falan istifadə olunur müxtəlif proseslərdə. Müxtəlif relyefli ərazilərdə də robotlar gedə bilir. Yəni çətin relyeflərdə, olan ərazilərdə də. А какой у вас канал? Bu kənd təsərrüfatı texnikası güzel var, yəni ki, onun idarə etmə sistemidir, hamısını burada göstərir, burada necə idarə olunur, hamısını göstərir. Çox yəni ki, maraqlıdır. Maraqlı sərgidir. 3000 bəyəni gözləyirəm bu video inşallah. Bu videoya 3000 bəyəni versəz, bu videoya 3000 bəyəni versəz, yəni ki, buradakı şirkətlərin istehsal sahələrindən sizlər üçün video hazırlayacağım. 3000 bəyəni gözləyirəm inşallah bu videoya. Nə uşaqlar, bu videoya 3000 bəyəni versəz, 3000 bəyəni. Ram Fruit'in əncir bağları var. Oradan da sizin üçün vlog hazırlayacağım. Mütləq. Onca bu videonu 3000 bəyəni verin. Ben bu istehsal sahəsinə gedim, buradan video hazırlayayım. Bu da jala, çay, Sri Lanka? Sri Lanka. Sri Lanka, ha, dedi. Sri Lanka. Yes, Sri Lanka çayları burada nümayiş olunur. Could you inform about your company, about your products? We are from YouTube channel, international YouTube channel. For our people, it is very interesting. Ceylon tea. About your company, about your products. So, Halpeti is my the company brand name. So, company is UHE Exports. This is a family-owned business, like we Family started, business. We started this company in 1971. From 1971. 1971. So we are we are producers of Ceylon tea, as well as we do export as well. And, currently, we are exporting Halpeti to Azerbaijan. So these two brands are very popular in this market. Şirket 1971-ci ildən bəri bu çay işi ilə məşğuldur və onlar ailə biznesdir, ailə şirkətidir. Onlar əsasən ixrac edirlər məhsullarını və keyfiyyətli Burada Ceylon çaylarıdır bunlar. Sri Lanka çayları. These are green tea, different grades. And this is black tea.
with different grades. These are most popular grades which is selling in Azerbaijan market, like FOP, OPA, OP, and Pepsi. Ha, bu çaydan verilirlər də, qara çayın, opa, kekoyu. Çok yaxşı. Bergamot flavor, or without any flavor. No, this one is bergamot flavor. Ha, Bu bergamotlu çaydır. Bergamot Bergamotlu ətri ilə çay. olanıdır. Bu nə çaydır? Bu da bergamotsuz. Bu da bergamotsuz Sadə, çay. sadə. Is it for sale in Azərbaycan marketi? Yeah. Yani Azərbaycanda marketlerde satışlarda var. This one for slimming for women it's very interesting. Okay. Can we trans? Yes. Okay. Çaylarlı çaydır bu. 100%. The stress tea. This is against stress. Yes. Inside black tea and Not tea, it's a herbal blend. bunlar təbii dərman bitkilər kimi müxtəlif təbii bitkilərdən ibarətdir. Bitki çayıdır. Stresə qarşıdır. 100% natural, different Stress herbals, blend. For example, this is for energy. Energy. Bu bitki çayını içəndə insanın enerjisi yüksəlir məsələn. Bu yatmaq üçün, for to sleep. Sleep, yeah. Yuxunuz gəlməyi üçün, yaxşı yatmağınız üçün bu çayı ala bilərsiniz. Immunebus, İmmun çayı. immun çayı. Və arıqlamaq üçün belə çaylar var. This product also in Azərbaycan No, for sale. not. Amma bu gözəl məhsullar hələ ki Azərbaycanda satışda yoxdur. Yerli sahibkarlar, maraqlananlar bu şirkətlə əlaqə saxlayıb məhsullar gətirib çata bilərlər. Etdik. Misir'e ait Misir makaronları. Azerbaycan'da bu satışı var. Bu makaronların Azərbaycanda yox, Moskvada var. Moskvada. Burada nümayiş olunur. Sahipkarlar görürsə bunu yəni burada satışını edə bilərlər. Misir istehsalı. Misir istehsalı. Makaronlar. We're here for show only. O nədir? O su kimi olan. Maybe last day. Yox, Last day o we'll baş say. stəkanda olan. Ha, bu stəkanda olan. Bu halva. Halva da. Halva. Bu halvalar da Misir istehsalı halvalar. Halva, O da tahin. Tell us the price of this. Bu da şokolad yağı da Misir'in. Misir'in şokolad yağı. كل شويه حد يعلق شوكولاته Allah. Burada da Misir'e ait de. O da Misir'e ait de. Burada da Misir'e ait değil. Misir'in mesela üçün burada zeytunlar var. Çiçeği zeytunlar var. Misir istehsalıdır. Sonra Misir'in burada var. Здравствуйте. Мы из YouTube канала Misir'in Инновации с Египта. Халифенio, оливки, артишок. И еще заморозка. bu nedir böyle bu? Bu nedir böyle? Артишок. Enginar, bizim dildə enginardır tələbələr. Bu şirkətin enginar və zeytunlar. Это тоже артишок. Artişok. На гриль. Kızardılmış. Enginar da bizim Enginar tərəvəzinin çox faydalı bitkidir. Onun kızardılmışıdır. qızardılmış var. Это халифенio. Этот оливки. Alifki. Kara. Zeytunlar. Оливки маслины. Qara zeytunlar. А это зайтун. Abısındır. Zeytun. Bunlar da Перец. perez. Jalapeno peres, Шалапено. acı biberlər. Томатная паста. Bu tomat pastaları maraqlı. Эти продукты в Азербайджане на продаже пока нет. Собираться в Азербайджан пока нет. Ищем дистрибьютор, да. И этот заморозка. Замороженная клубника, морковь, картошка, брокколи, цветная капуста и Misir şirkətinin demək dondurulmuş belə meyvələr tərəvəzlər var. морковь. Markov. Çiyələk, kartof, yəni brokoli, enginar. Maşallah. Bura Misir stendidir. Misir stendidir. Yani bura Misir'in stendidir. Dondurulmuş məhsullar satılır. Bu nədir? Mango. Mango. You are from which country? Egypt. And also Egypt. I would like to take shoots for us, only for products, and I will speak as you like, okay? You will speak how?
I will speak and Bunlar Misir Ərəb Respublikasının Misirinin şirkətidir. green beans. Bunlar yəni meyvələrin falan Green beans. belə gətirirlər. Hə, Misirdən qurudulmuş, dondurulmuş meyvələr var, hə, gəlir. For sale, this is frozen form. Frozen form. But not for to show, not frozen. Hə, bu dondurulmuş meyvələr və tərəvəzlər Can you olur. start the new fruits? Hə. Dondurulmuş meyvə və tərəvəzlər də var. Bu çiyələkdir, bu manqonun dilimlənmişidir, manqolardır. Bu nədir? Bunu It's soruşdum. yellow, all yellow mango. Mango or strawberry? Mango və çələkdir. What name? Green beans. Green, hə, Green yaşıl beans, lobya, ha. uzun lobyalar və onun Green beans. Bu çiyələkdir. çiyələ. Biz burada Bu nədir belə? biz shanks. Shank bu dondurulmuş freşlərdir. Hə, yəni bitkilərdən. çiyələklisi var, manqosu var, anlısı var. Markovdan, yer köküdən olan freşidir. Dondurulmuş formada satılır. Çiyələyin, manqonun, yer kökünün olur. Bunlar satışda yoxdur da Azərbaycanda. Now in Azerbaijan, not for sale. No. Only import, export, Export. not by kilo or small package. Yeah, that's it. At least 1 million. Burada var, dondurulmuş yaşıl lobyalar, yaşıl lobyalar, var dondurulmuş meyvələr. Kubik olanına götür. O mangodur. Sen dadını verir. Bizdə xurma olur, onun dadını verir. Bu isə dondurulmuş çiyələkdir. Bu da dondurulmuş çiyələkdir. Dadı yəni çox gözəldir. Dadı yəni çox gözəldir. Səhərlikdə, yayda elə bil ki, bunları yeməyə çox ləzzət edir. Dondurulmuş çiyələkdir, sərmikdir. Bu da yaşıl üzüm var. Maraqlı dadı var. Boylu, bean. Boylu. Girək növbəti istəyir inşallah. Belli istehsalçılardan ya ticarətçilərdən kimsəsə bu şirkətlə əlaqə saxlayır, məhsullar gətirib burada satışını təşkil edə bilər. Sonra da organik. Bütün məhsullarda organik qeyd edilir. Organik and halal. Sən ki, bu da ki uşaqlar. Misirin portaqalları bilirsiniz ki məşhurdur. Misirin stendidir. Burada Misir portaqallarının necə istehsal olunduğu göstərilir. Misir portaqalları necə istehsal olunur, o göstərilir orada. Bura isə Kobiyanın stendidir. Dəstək proqramı çərçivəsində burada var. Məsəl üçün xüsusi monilərdir. Bunlar Azərbaycan istehsalıdır. Və dondurma da bu. Deməli burada isə yerli istehsal olan peçenyelərdir. Bunlar yerli istehsaldır da. Hər biri yerli istehsaldır. Yerli istehsal peçenyelərdir. Bunlar harda satılır? Hal-hazırda Tamstore, Neptun və Kingsmart mağazalar şəbəkəsində satılır. Qiyməti neçə olur belə? Qiymət 1-1.50 aralığında. 1 manat 1.50 arasında olur. Belə bu Eyni qaydada digər çeşidlərimizdə 1-2 aralığındadır qiymətlər və Neptun, Tamstore bu Rahat Market, Kingsmart mağazalar şəbəkəsində satılır. yerli, yəni ki, peçenyedir. Bəli. Allah. Bunlar da uşaqlar sirkələrdir. Təbii orqanıq kəklik otu sirkəsidir bu. Kəklik otu sirkəsi. İstehsal Quba Xaçmaz zonasındadır. İstehsal yerli istehsaldır. Bizdən götürmüşdük. Heç bir qatıq yoxdur, pestisidsiz. Organik organikdir. Əkməzləri var belə. Təbii xurma. Xurma xirnik belə. Güzəllik qram. Bunlar satışda olur, yoxsa sifarişlə mi? Bəli, hər iki onlayn satışdır. Yavaş-yavaş artıq istəyirik ki, Bunu göstərə bilərik də. Bunu göstərə bəyəm bu əlaqə vasitələrindən
əlaqə saxlayıb sifarişlər verirlər. Bura isə bal stendidir. Bal və propolislər. Propolis ekstratı Zəngəzurlu. Sonra belə balların Zəngəzur dağ balı balacası var. Belə qablaşdırmada olan pətək balı var. Və hədiyyəli. Qablar hamısı hədiyyəli. Hamısı hədiyyəliklər bunlar. Ayrı Hədiyyəli. satışlar var. Hədiyyəlik də satılır. Və propolislər də var belə şey. Propolis ekstratıdır. Zəngəzur o regionundur da ballarıdır. Arı südü var. Arı südü. Burada deyil. Burada deyil də. Dondurmada Burada satışda olur belə. Axırıncı gün. Hə, yox, ümumiyyətlə mağazalarda olur satışda. var. Mağazalarda satışda olur. qayalı marketlərdə var. Bu turşu. Kələm dolması turşusu. Kələm dolması turşusu. Mən elə bildim ki, dolma da onun içində. Dolma deyil, turşudur. Bu mənə uşaqlar. Dolmaya oxşasa da turşudur. Kələm turşusudur. Hansı şirkətindir bu? Hansı şirkətində xanım bu? Belleza. Kürdəmir istehsalı. Kürdəmir istehsalı. Dolmaya oxşadı turşu qoyulub da, yəni göyərtilərdən, ədviyyatlardan, acı bibər, şirinlərdən içlik düzəldilir böyle. Necə ki, badımcan turşusu necə olur içiliyi? Bu da kələm turşusu, o içliyə qoyulur. Bunlar nədir də? Qeyri-adi bunlar. Bu göy pomidoru, bu eyni biber olmuş ve onun içi doldurulmuş. Badımcan da içi doldurulmuştu. Bunlar sonra. Bax, burada müəllim. Bu maraqlı bir şeydir. Çünki o şuradalık Hə, mənim maramdan mən baxıram, bayaqdan elə bilirdim ki, şeydir, bu kələm dolmasıdır, buraxdım. Belə baxıram, yaxınlaşanda gördüm ki, şeydir də, turşudur. Səs üçün harda düzəlir istehsal olunur, yəni ki, tərifləyirlər, Kürdəmirdə istehsal olunur. Hə, bu nədir bəs belə? O ikradır. İkra nə ikrasıdır bu? Badımcan ikrasıdır. O dükan versiyasıdır, bu ev Bu versiyası. evdə hazırlanan Yazıda gəlirsə balacalarında biz belə yeyirdik, çörəyimiz. evdə balaca vaxtı ev üsulunda hazırlanır. Amma dükan üsulunda belə. Belə bir ki, xırda doğranır. Burada bu ət maşınından keçir, amma blenderdən. Bu blenderdə hazırlanır. Burada kavalı əzməsi də var. Bu harda satılır? Öncə almaq Bunlar istəyirəm. satılır Walmart, Grand Mart, Rahat Market, bir də Megastore şəbəkələrində. Orada insanlar ala bilər də rahat orada Bəli, rahat marketdə əldə olur, edə bilər. satılır. Bu da ki, nədir? Nar şirəsi. Nar şirəsi. Təmiz narın suyudur. Kürdəmir narından hazırlanır. Hamısı Kürdəmir hazırlanır. Beleza şirkətidir, onlarla. Organik məhsullardır. Yəni. Şirkətin adamı. Şirkətin adı Beleza şirkətidir. Yəni ki, bunların analogu yoxdur da. Xeyr, məhsulların 90% çeşidləri, məsələn, badımcan turşusudur, bibər içi doldurulmadır. Hamısı bunlar eksklüzivdir. Yəni ümumiyyətlə avadanlıqsız istehsal olunan yeganə rəfə çıxan məhsullardır. Rəfdə satılan məhsullardan yeganəsi bunlardır. Beleza çeşidləridir ki, heç bir yəni avadanlıqdan istifadə olunmur istehsal prosesində. Tam organik. Çeşidlər də ki, hamısı eksklüzivdir. Yəni təkrar pomidor xiyar turşuları deyil də. Yəni badımcan içi doldurulma, bibər içi doldurulma, göy pomidor özü olsun məsələn çeşid olaraq seçilən çeşidlər. Doğranmış badımcan ümumiyyətlə heç bir firmada yoxdur, yəni bizdədir. Kələm dolması ilk və yəni tək olaraq bizdədir. Bazar araşdırması eləmək, yəni bunun hansısa məhsulla müqayisə eləməyə təkrarı yoxdur. Hə. Yalnız bizdədir. Yəni bizləri Beleza Bugünkü şirkətidir. gün olur. Bravo. Burada isə kərə yağları, stendiri, Kobiyanın kərə yağları, maketidir bu. Nümunə də orada qoyulur. Bu da nümunəsidir bu cür. Kərə yağının nümunəsidir. Prova eləyə bilərsiniz. Bu da kərə yağının nümunəsidir. Bunlar yerli istehsaldır da. Bəli, yerli qaymaqdan, yerli istehsalatdan. Hansı regionda? Azərbaycan hansı regionunda istehsal olunur? Şeydə, Binəqədidə Binəqədi istehsalı. Südlər gəlir, qaymaqdan yox. Qaymaqdan hazırlanır. Kusura baxmayın, zübacışqa yox. Elə bir əski usullə verir. Yəni qardaş payı deyirlər ya, mehribançılıq gibi. Mağaza qoyan kimi əriyir kərə yağı. Mağaza qoyan kimi əriyir. Ya, elhamdülillah. İnanırıq ki, belə verir. İlərdə bir tanesi var. Ankara. Şeyi bırakıp böyle. Semeyne. Bir Semeyne, bir Butak. 82% şirkətin adı Nizam şirkəti. Nizam şirkətidir. Yağı adam ağzına qoyan kimi əridir. Təbii yəni ki, kərə yağıdır.
Buradakı baldır. Aralı. Balı koyublar ofise şişe. Hə. Bunun marketlərdə satılır ha bu. Hele ki daha yeni başlıyoruz. Yeni başladı. Xeyirli olsun. Xeyirli olsun inşallah. Görsəz marketlərdə belə ala bilərsiniz. Tereyağı uzun süredir. İkincisi rengine, tadına bakın. Otomatikmen bilinir. Bunun yağlık şeyini, içinde olmadığı zaman vücut derecesinden bile bunu ayarlayabilirsin. Çünkü tereyağı vücut derecesinde eriyen bir şeydir. İçinde başka bir madde varsa plus 44'e kadar çıkacağı için erimeyecektir o. Mesela bu serden de burada Alır nehre elinde. olsaydı burası su olacak. Açık bir şekilde bunu görebilirsin. Yani. Nəhr olanda su olur da. Sözünüz evde onu görebilirsiniz. O mahveder. 44 diyorum ya, 44 derecede eridiği için kapatıyor kanalları. Vücuttan dışarı çıkmıyor. Çıkmıyor. Damarları tıkıyor. Çıkıyor ve çok zararlı. Tam organik doğal yağ vücut ısısında eriyor. Bu yararlıdır. Bizim Yararı çok. baklı şey var, iç hastalıklar uzmanı var. Der ki yağı çaya bile atır için. Orijinal tereyağı o kadar yararlıdır. Çünkü hayvansal temiz gıdadır. Ama içine atılanlar zararlı olduğu için insanlar yanaşır. Şimdi bunun kıymetinden zaten baktığınız zaman kıymetinden bellidir. Yani o Bu da Can Yayın Can Şirin, Can şirkətininstendidir bura. Güzel havalardır. Bu ne havasıdır belə? Çerezli, hangisi çerezden az fazla olur. Hə, maket kimidir. Yəni nədən hazırlanıb? Tərkibi nədir? Tərkibi. Terkibi zirençti. Ondan sonra ıslıktı. Slot zirinç. Bu göstəriş üçündür, yəni maket. Bu satılır lokum asasında. Harda? Harkovda Vafuş'un. Hə, lokumlardır bunda. Sizdə nəfər vardı bunun? Bəli, bəli. 2 nəfərdir. Nasıl şey olur? İstesem Azerbaycan'da değil. Bütün xam mal ülkədən gətirir. İstehsal Azərbaycan'da. Organlarına bakacağız. Campa şirketinin Burma şirketi Türk merkezi değil. Mesela getirdim. Sağ ol. Türk merkezi kılıcı. Gördüğünüz gibi. Dadı əladır. Qəşəng yağlıdır, südlü yağlı, dadı əladır. Gəlsən dadına bax. Dadı yaxşıdır, mənim turşu yağlıdır. Düyü çeşidləridir. Bunlar mənim yerli istehsaldır, Azərbaycan. yerli istehsaldır abi. Bizim ilk hasatlarımızdandır. İlk hasat olan. Yani Renkeran'da çayımızdır. Buradaki %100 yerli çaydır. Hiçbir şeysiz, katkısız çaydır. İri yarpaqlı. İri yarpaqlı, katkısız çayımızdır. Görürsünüz hava. Dənə-dənə, necə iri yarpaq. Ne kadar yaprağı uzun olsa o kadar demlemesi iyi olur. Tez demlenir, değil mi? Yok, biraz geç demlenir. Çünkü iyi çay, yani temiz çay geç demlenen çay. Ha. Çünkü tez zamanda demlenen çay o biraz ister istemez katkı maddesi oluyor. Ha, boy aksat olur belə. Ama bunlar da katkısızdır. %100 doğal katkısız, gübresiz çaylar. Bunlar ilginç iriliğine bakın. İriliği. Uzundur. Bakın. Bakın ne kadar uzun. İlk yapraklardandır. Birinci En yaprak. üst yapraklar her zaman pahalı çaydır. Ve bunun kilosu da pahalı çaylardan. Pahalı çaylar. Tabii. Var satışda olur. Satışta olur. İkinci növü də var. Hə. Bir alt düşürdür. Ondan sonra bu da yerli düğümüzdür, kokuludur. %100 Renkeran Renkeran. düğümüzdür. 400 hektarda bu çay ve düğümüz ekiliyor. 400 hektarda var. Aynen. Çayla. Onlar diğer Sri Lanka'dan gelen çaylarımızdır. Ha, var da Sri Lanka'dan gelen. En çok satılan ürünlerimiz bu. İri yarpaq. Bu da iri yarpaq Bu da çaylar. geç demlenen bir çaydır. Ne kadar geç demleniyorsa o kadar tadı güzelleşiyor. Nə qədər gec zamansa olur, dadı gözəl olur. Xüsusi sollar dəmlənir. Bunlar da ki, Aynı. Bunun bir üst nevidir. poşetlənmiş. Aynen. Bu da Azərbaycan çayı. Azerbaycan çayı. Bunlar da yerli üretilir. Yerli Güzel görüyorsunuz. Teşekkür ederiz. Çay ver buraya. Tadına bakın. Görüyorsunuz burada yaşlı çaylar da var. Ceylon çaylar da var. Görüyorsunuz çayımızın içine qənddən attı. Çayımızın içine qənddən attı. Ne şey tadı var. Gerek diğer sizlerle tanışmak. Sizler videomu beğenin inşallah. Ve dostlar bura ise Çiyələk Vegrov 4 fəsil şirkətinin stendidir. Burada
çiyələklər, pomidorlar var. Bunlar yerli çiyələklərdir. Yerli pomidorlardır. İsə belə qablaşdırılmış çeri pomidor. Bu çeri də, bu hə, çeri pomidor. Çeri pomidordur. Buradakı çiyələklərdir. Rotfest şirkətinin aşağı çiyələyini tanımaq üçün. Şirin. Şirindir. Resim ayırsan turşu olur mu? Şirin. Bu necə verir? Bunu atarsın. Şirin dadına bax, o da şey, çox dadlıdır. Seri pomidor buradakı Rotfest şirkətindir. Bu şirin pomidor. Şey dadlıdır. This device is processed. This is a gutter system where you can grow tomatoes or cucumber or strawberries in different gutter systems. And you have the system that can you can a system that you can put it on the ground, stick it on the ground, or you can hang it on the roof. Yerdə də istifadə edirlər belə. Səbəbən müxtəlif pomidor məhsulları. Bu sudur da? This is the dripping system. Water and fertilizers. Bundan həm damcı sulayırlar, həm də gübrəni suya qatıb elə ondan qidalandırırlar. Məncə infrared LED. İşıqını verirlər bölməyə. İnfrared işıq. Dava. This is cocoa beet. It's cocoa beet. This is this one. This is the cocoa beet, and this is Crunch full of coconut. Crunch of coconut. Ya kokosan ya qabığının preslənmiş, üdülüb preslənmişidir. Torpağa çiyin bölməsi yaxşı şərait verir. Bunda çiyələk də bitir. Həm də çiyələk də bitir, pomidor da bitir. Животных и для аграрного сектора растения выращивают. Растениеводство. Bitkilərin Удобрение, да. Təbii gübrələr bitkilərin boyu üçün Корм животным, да. Еще есть корм пчелам. Особенно вот этот. Burada həm heyvanlar üçün də heyvan yemləri, qidaları da istehsal edir bu şirkət. Bir də ki, arıların... Американская компания взяла, посмотрела, им очень понравилось. Прям вот и занимаемся сейчас документами, чтобы туда в Америку поставлять. В этом выставка видели, да? В этом выставка видели американцы? Мы им сами познакомились, с ними им отправляли, не на этой выставке, а вот вперед. Arıların qidalandırılması üçün də məhsullar istehsal edir bu şirkət. Xanım onu dedi ki, Amerikalılarla da danışıblar, onlar da bəyənib bunların məhsulunu ya oraya göndərirlər, yəni istehsal elədiyi şeylərdən. Burada da nərə balığı. Nərə balıqlardır bu. Balaca nərə balıqları. Üstündə də belə ştillərdir, havada ştillər. Yanında da çiyələk. Maraqlı stenddir. Və çiyələklərdir. Kim var burada? Tanışsın.